Biz 4 kardeş, 2 bacıyıq. 2 qardaşım rəhmətə gedib, onun yoldaşları qalıb. Amma mən hər yayda o qardaşımın yoldaşlarını özüm maşın tuturam, buradan aparıram rayona və oğlanlarına da deyirəm, gəlin, siz də nəvələrində, nəticələr, hamısını gətirin. Bir evdə 25-27 adam yaşayır. Bir evdə. Evimiz də böyükdür, maşallah, tamdan qalma evdir. Biz orada mehriban, mən hələ ölənə qədər, onlar bu belə gedəcək, hər il bu belədir, aparıram. Onlar hiss eləmirlər ki, onların əri yoxdur. Yəni, onlar daima himayədədir. Və onunla bərabər də həmin insanlar həmişə dua edirlər. Allahına da və mənə də. Ondan başqa da mən də deyirəm ki, inanırsınız, bu qədər uşaq vardı orada maşallah, hamımızın nəvələrimiz oradaydı. İnanırsan, biri bir-birinə pıtıq vurmadı. Mən də yaşadan bulardı. Ailə olanda belə olur.